Deməli belə. Keçən səfər iki qrupda da bu axırdakı məsələlər var idi vərəqdə. Onlar qalmışdı bəziləri. Kimdə hansı qalıbsa fərqi yoxdur. Ümumi təzədən bir də hamısına baxaq ki, bu axırdakı ətraflı məsələlər hamıya aydın olsun. Yaxşı, başlayırıq nömrə 69-dan. 68-i dərsdə demişdim. 69-u istəyirəm özünüz baxıb deyəsiniz mənə. Necə həll olunur, cavabı nədir? Kimin nə fikri var? Peki bu atım şey. Müəllimi orada EBOB tapırıq, o eləyir 12, sonra perimetri 168, onu da EBOB-a bölürük, 14 eləyir. Daha sonra nə edirsən? 14-ü? 14-ü 40-a vururam. Sağ ol. Deməli demişdik ki, ölçüləri 48 və 64 metr olan düzbucaqlı şəklində parkın ətrafına əgər mən ağac əkirəmsə, dirək əkirəmsə, bunun heç bir fərqi yoxdur. Və bərabər məsafələrə də əkirəmsə, ağacların dirəklərinin sayının az olması üçün, yəni pulum az çıxması üçün məcburam ki, o dirəkləri, ağacları bir-birindən aralı əkəm. Yəni aradakı məsafə ən böyüyünü tapmalıyam. Bu da 48 və 64-ün bölündüyü ən böyük ədəd deməkdir. Ona görə yazıram əbob 48-dən 64. 48 ilə 64-ün əbobu 16-dır. Çünki bu 16 vur 3, bu da 16 vurulsun 4 deməkdir. Kənarları boyunca əkdiyim üçün, yəni sərhədləri boyunca, onda bu fiqurun perimetrini tapacam. 2 vurulsun 48 üstə gəlsin 64. 48 ilə 64-ün cəmi neçə edir? Qırx ilə 64-ün cəmi neçə eləyir? Çocuklar, hara getdik? 112. Necə? 112. 112-ni də 2-yə vurun. 224. Sağ ol. 16 metrdən bir əşdiyimə görə bölürəm 16-ya. 224-ü 16-ya böləndə neçə eləyir? Bayaq yoldaşımız dedi. Neçə eləyir uşaqlar? İndi dedi də yoldaşımız. Mən məsələni başlamamış. 14 mənim. 14. İndi biri 40 manatdır deyə, 14-ü nəyə vuracam? 40-a. O da eləyəcək 560 manat xərcim çıxacaq. Aydındır? Başa düşdük uşaqlar. Bəli. İndi birini də vereyim, özünüz tapın. 77-ni tapın görüm. Tapan var. Ya. 75 ilə 90 ilkində əbab tapılır. Olacaq 15. Daha sonra 3-cü eləyəcək 255. 255-də 15-ə böləcək. O neçə eləyir? 11. Neçə? Bir dəqiqə mən. 17. Deməli, 75 ilə 90 əbobunu tapırıq. Əbob bunlar arasındakı məsafə idi, düzdürmü? Əbob eləyəcək bizdə, bəli, 15. Əbob 15 isə, deməli, 15 metrdən bir əkmişik, düzdürmü? Daha sonra nə edirəm? Sərhədləri boyunca əkirsə, deməli, mən bu fiqurun perimetrini tapmalıyam. Üçbucağın da perimetrini tapanda, deməli, 90, 90, 75. Bu tərəflərə toplayırıq. 90, 90, 75. Bu da yoldaşımız dedi ki, eləyir 255. 255-i də böləcəyik 15-ə. Neçə dənə ağac olacaq? 17 dənə. Aydın oldu? Başa düşdünüz uşaqlar? Ay uşaqlar. Bəli. İndi nə edirəm? Baxıram növbəti. Buna oxşar.
Benim ortada qalmadı mı? Sorun var. 73'ü tapın görüm. Ondan sonra dərsdə demişdim. Səhv eləmirəmsə o 72 idi. İndi siz 73'ü tapın. Müəllim 11 eləyir. Necə yazdım? 45 nə Əslində 11 54, deyil, prosto yolun maraqlıdır. Yenə də de. 45 nə 54-ün əbobunu tapırıq. Bax, səhvi orada eləmisən. Denən niyə? Sənə bayaqların kənarları vermişdi, sən onu bölürdün. Elə bir ki, belə deyək də, məsafə o kənarların uzunluğundan balaca olmalıydı. Onların bölündüyü ədədi tapmalıydın. Burada isə tema başqadır. Şərtdə deyir ki, döşəmə kvadrat formasındadır. Bunu kafellərlə bəzəyirəm. Sənə kafellərin ölçüsünü verib. Kafellərin ölçüsünü verib 45 ilə 54. Əbob tapmaq o deməkdir ki, sən 45 ilə 54-ün bölündüyü ədədi tapırsan. O məsələn 9-dur. Sən necə ola bilər ki, döşəmənin tərəfi 9 sm olsun. Sən onu 45-54 olaraq böləsən. O mümkün hadisə deyil axı. Sən əksinə kvadratın tərəfini elə götürməlisən ki, o ədəd həm 45-ə bölünsün, həm də 54-ə. Və ən az neçə metr dediyinə görə həm 45-ə, həm də 54-ə bölünən ən kiçik ədədi tapmalıyam. Aydındır? Bu danışdıqlarından bir şey başa düşdünüz? Çox tapırıq onda. Necə? Çox tapırıq onda. Ay, sor. 45 ilə 54-ün əkobunu tapacağım. 270. Neçə? 270. 80 deyil, yox. 270 ola bilər. Bu 5 vur 9'dur. Bu da 6 vur 9'dur. 9'u çıxardıram bayrağa. Yerdə qalır əkob 5 6. 5 ilə də 6'nın əkobu hasildir. Yəni 30. Qarşılıqlı sadədirlər. 270 santimetr alırsınız. Sizdən metrlə soruşurdu. 100'ə bölsəz cavab olacaq 2,7 metr. Aydındır? Başa düşdünüz? Bəli. Bəli. İndi növbəti birini də verirəm sizə. Bunun oxşarı. Baxırsınız nömrə 87'yə. Buyurun. Nə fikriniz var? Nə tapacağıq? Nə edəcəyik? Burada əbob tapacaq. Əminsən? Ən çox deyir deyə əkob tapırıq. Əkob əksinə ən kiçik deməlidir. Prosto məsələni dərk eləməyə çalışın. Dəqiq deyin. Niyə əbobdur, niyə əkobdur? Yəni mən çaşdıra bilərəm. Fikriniz dəqiq olsun. Yəni mənə məsələni izah eləyin ki, buradakı ən çox nə deməkdir? Niyə əbob tapıram, niyə əkyob tapıram? Onu mənə izah eləyə biləcək bir dozuq varmı aramızda? Müəllimə, orada əbobu ən çoxa görə tapmırıq. Məsafə ən çox istəyir deyə. Ay, sağ ol. Sən də aradakı məsafənin ən böyüyünü istəyir deyə əbob tapırıq. Bax, düzbucaqlı formasında bir hasar verir, düzdürmü? Bir tərəfi 42'dir, bir tərəfi də 54'dür. İndi dirəklər bastırır. Dirəklər deyir arasındakı məsafə ən çox olsun. Dirəklər bastıran zaman mən 42 və 54'ü elə bölməliyəm ki, ara məsafəm çox olsun.
Dirəklərimin də sayı az olsun. Düzdürmü? Onda 42 ilə 54-ün nəyini tapıram əbobunu? Görək bundan neçə vur neçədir? Bu 6 vur 7-dir. Bu da 6 vur 9-dur. 6-nı çıxardıram. 7 ilə 9 da qarşılıqlı sadə ədədlərdir. Onda əbob neçədir? 6-nın 1-ə vuranda 6. Deyir, qonşu dirəklər arasında məsafə ən çox neçə ola bilər? Deyirəm 6 metr ola bilər. Neçə dirək lazım olduğunu da tapmaq üçün perimetri tapmalıyam. Və bölməliyəm nəyə? 6-ya. 42 ilə 54-ün cəmi 96, 2 vur 96. Bunu böləcəm 6-ya. Cavab olacaq 32 dənə dirək. Baxın, görün, başa düşdünüz. Aydındır uşaqlar. Bəli. Bəli. İndi birini də verək. Nömrə 94-ə baxın. Yəni cavab 22-dir. Nə tapdın? Neynədin? Necə aldın? Bu 24 ilə 20-yə əbob tapdım, 4 elədi. Daha sonra perimetrini tapdım, 88, 88 də böldüm 4-ə. Yox, səhv etmisən. Perimetr deyil burada. Misalları çalışın dərk edin. Perimetr sərhəddir, qıraqdır, kənardır. Burada sənə deyir, kvadrat kəsirəm. Yəni, fiqurun içinə girirsiniz. Fiqurun içinə girirsinizsə, artıq sahəsinə girmiş olursunuz. Bax. Mənə deyir ki, düzbucaqlı formasında vərəqdir. Bir dənə vərəq götürürəm, düzbucaqlı formasında. Həcə? 30-dur müəllimə. Baxaq görək. Bax, uzunluğu deyir, bir tərəfinin 20-dir, bir tərəfində 24-dür. Mən bundan kvadrat formasında kağızlar kəsirəm. Bax, belə, içinə girirəm. İçi bunun sahəsi deməkdir. Ondan əlavə, əgər kvadrat kəsirəmsə, kvadratın eni ilə uzunluğu bərabərdir. Yəni, siz kvadratın tərəfini elə götürməlisiniz ki, həm 20 ədədi bölünsün, həm də 24 ədədə bölünsün. Yəni, 20 ilə 24-ün əbobunu tapmalıyam. O da bizdə eləyir 4. Düzdür? Deməli, düzbucaqlının sahəsini tapacam, 20-ni vuracam 24-ə. Sonra kvadratın sahəsini tapacam. 4-ün kvadratı 16. Bax, bu 20 vurulsun 24-ü, bölürəm 16-ya. 16-ya böləndə burada 4, burada da 4, burada da 4, 5. 5-i 4-ə vururam. Cavab neçə eləyəcək? 20. Bir səhv elədim, nəysə. Hə, burada 6 düşür, 30 cavab. Hə. Aydın oldu, 30 tapmışdır, xətti, düz. Başa düşdünüz uşaqlar? Bəli. Daxilinə girirsinizsə, sahəsinə girirsiniz. Kənarları boyunca gedirsinizsə, onda perimetrlə gedirsiniz. Sonra baxırsınız başqa tipə. Nömrə baxırsınız 79-a. Bunun da oxşarını dərsdə demişdik. %24-dür cavab. Necə gedirsən? Orada ilk öncə tutan gündə 3 dənə hazırlanmasın 3K, köməkçisini 2K götürüb toplayıb 60-a bərabərlədim. 5K yazılmış, K elədi 12. Köməkçisi də gündə 2 dənə hazırlayırsa, 2K da bərabər. Orada da K da bərabər olacaq 12 vurulsun 2. 12 vur 2. Hə. Səndən ustanı soruşur axı. Usta günə 3 dənə hazırlayırdı. Yəni bizim köməkçini soruşur. 12-ni 3-ə vururam, cavab neçə olacaq? 36.
Mən siz günü bilmirsiniz. Günü bir dənə K ilə işarə elədim. Ustaya 3K dedim. Köməkçiyə də 2K. Ümumi 60 dənədirsə 3K ilə 2K nəsə. Soruşmur. Necə? Köməkçini soruşmur. Hə, köməkçini soruşur. Sorry. Mən köməkçi sözünü görməmişəm. Çox sağ ol. 12-dan da 2-yə vuracam, cavab 24-dür. Köməkçisini oxumamışam. Usta görmüşəm, dayanmışam. Onda gün sayını aldım 12. Köməkçini soruşursa 2-yə vuracaqsınız. Ustanı soruşursa 3-yə vuracaqsınız. Aydındır? Növbətə baxırsınız. Nömrə 81-ə. Bunu da oxşarını demişik. Burada qarşılıqlı sadə olduğu üçün ilk öncə 22-də 58-də ortaq bölürük 2-yə. Qalacaq 11 vurulsun 4x çıxılsın 3 bərabərdir. 29 vurulsun 3y çıxılsın 2. 3y çıxılsın 2 bərabər olacaq 11-ə. Üstə gəldi. Necə? Üstə gəldi burada. Çıx 2 deyirsən. Hə, üstə gəl 2 bərabər olacaq 11-ə. 4x da çıxılsın 3 bərabər olacaq 29-a. Bəli. İndi mənə şərtdə demişdi ki, bunlar qarşılıqlı sadədir. Amma məndə əmsallar qarşılıqlı sadə deyildi. Ona görə 22 ilə 58-i birinci ikiyə ixtisar apardıq. Birində 11 qaldı, birində 29. Daha sonra göy quşağı ilə yazırıq 4x çıxılsın 3 bərabərdir 29-a. Onda 4x bərabərdir alıram 32. X alıram 8. Sonra 3y üstə gəlsin 2-ni bərabər edirəm 11-ə. Onda 3y bərabərdir 9-a. Y-in də qiymətini alıram 3. Hasilini istəyir. 8-i də 3-ə vuracam, cavab olacaq 24. Aydındır. Daha sonra baxırsınız. Nömrə 85-ə. Buyurun. Altıdır müəllimə. 85-dir. 6. Bəli. Hə, düzdür. İzah eləyirsən? Orada müəllimə vurdum tənasiblə 28 vur açıq B bərabərdir 20 vur A üstə gəl B alındı. Sonra sistemi açdım. Açıq B bərabərdir 5 A üstə gəl B bərabərdir 7. 2 A bərabərdir. Hadi, stop elə. Necə müəllimə? 20 ilə 28-dən gedirdi söhbət. Sonra 5-7-yə necə keçid elədin, onu da dedi, hə? Hə, ixtisar elədim. Bəs niyə ixtisar elədin? Səbəb nə idi? Əbovlar birdir deyə bu qarşılıq sadə olur. Səbəb bunu istəyirdim sənə. Hə, indi demə. Sonra 2 A-nı 12 tapdım, A-nı 1 tapdım. B də olur. A-nı 6 tapdım, B-ni də 1 tapdım. Əkoblarda 6 vur 1 olur. 6. Sağ. Deməli, bizdə burada əbaba 1 veribsə, bu deməkdir ki, A çıxıb B ilə A üstə gəl B qarşılıqlı sadə ədədlərdir. Onda mən bunları ixtisar edirəm. Bura 5 olacaq, burada 7 olacaq. Ondan sonra elə sürət aparıram. A çıxıb B deyirəm 5-dir. Aşağıda da A üstə gəl B-yə deyirəm 7. B-lər gedir. 2A bərabərdir 12. Oradan A-nı tapıram 6. A-nın yerinə 6 qoysaq, 6-dan neçə çıxanda 5 eləyir? 1. Deməli, B 1-ə bərabərdir. Sonra 6 ilə 1-in əkobunu tapıram. 6 1-ə bölünür deyə əkob elə bərabər olacaq 6-ya. Aydındır? Növbəti baxırsınız, nömrə 90-a.
Müəllimə, orada ayrı-ayrılıqda Anar 7 kitab, Rəşad 5 kitab alır. İndi izah elə görüm onu mənə. Orada qiymət eynidir sözünə görə EBOB tapdım. EBOB ilə də 16, sonra Həm ayrı-ayrılıqda eynidir deyir, həm də ki deyir ən çoxu neçə manat. Ona görə bob tapırıq. Məsələn, ən çoxu sözünü işlətməsəydi, biri 1 manat da ola bilərdi. Yaxşı? Bəli. Aha, indi danış. EBOB-u tapandan sonra ayrı-ayrılıqda hər ikisinin pulunu böldüm, EBOB-un qiymətini. 112-ni böldüm, birinci 16, 7 kitab aldım. Sonra 80-16-ya böldüm, 5 kitab aldım. Aşo. Bizə demişdi, Anar 112 manat alıb, Rəşad isə bundan 32 manat az. Onda 112-dən çıxıram 32-ni, alıram 80 manat, düzdür? Sonra 112 ilə 80-in əbobunu tapırsınız. Sadə vuruqlara ayırıb da tapa bilərsiniz və elə yoldaşımız hazır dedi ki, 16-dır. Ondan sonra nə edirsiniz? Bu elə bir ki, 16 vurulsun 5-dir, bu isə 16 vur 7-dir. 112-ni 16-ya böləndə alacam Anar 7 kitab alıb, 80-i 16-ya böləndə alacam Rəşad isə 5 kitab alıb. Aydındır. Mənə deyir ki, ən çox nə qədər pul xərclədi. Elə bir şey, yox, doğrusu kitabların qiyməti ən çoxdur və eynidir. Ona görə bunu tapırıq. Həm eyni olsun, həm də ən çox olsun. Növbəti 91-ə baxırsınız. Altıdır müəllimə cavab. Neçə? 6. Uzunluqlarını neçə tapmışsan çevrələrin? Necə müəllim? Çevrələrin uzunluğunu tapmışsan. Bəli, birininki 3-dür, digərinki 6-dır. Onda düzdür. Deməli belə, mənə şərtdə deyir ki, ən az neçə metr yol getdikdən sonra ilk dəfə A və B nöqtələri yenidən eyni anda yerlə təmasda olur. Bu çevrələr var, təkərlər. Bunlar uzunluğu boyunca hərəkət edir. Yəni sən çevrənin uzunluğunu tapmalısan. Bunun üçün deyirəm LA, bunun üçün deyirəm LB. Çevrənin uzunluğu 2π düsturu ilə tapılır. 2 vurulsun, pi-nin qiyməti hər ikisində var. Birində radiusu 0.5 verib, bunu vuracam 0.5-ə. Onda qiymətini 3 alacam. Bu birisində isə radiusu 1 verib. 2 vurulsun 3, vurulsun 1. Bunu da aldım 6. Sonra bəli, ən az dediyinə görə bunların əkobunu tapdım. 3-dən 6-nın əkobu. Bəli, tamamilə doğrudur. Cavab olacaq 6. Aydındır. Növbəti baxırsınız. Nömrə 96-ya. Buyurun. Progress. Tapan var 96-nı. Mən 3-ə, 5-ə, 6-ya əkob tapıb ondan cavabı 7-yə vurub. Yox. Əşob tapmağımız düzdür. Çünki həm 3-3, həm 5-5, həm də 6-6 dəstələyib bağlayırıqsa, həm 3-ə bölünməlidir, həm 5-ə, həm də 6-ya. 3, 5, 6. Bu eləyir 30. Bir kitab artıq qalırsa, deyirəm 31. Amma deyir, həm də bunun 7-7 bağlamaq olur, amma 31 7-yə bölünmür. Deməli, bu versiya səhvdir. Onda əkobu artırıram, nə edirəm? 30-u vuram 2-yə, alıram 60. Üzərinə yenə 1 gəlirəm, yazıram 61. 61 də 7-yə bölünmür, deməli, bu versiya da səhvdir.
Sonra 33-ə vururam. Alıram 90. 90-ın üstünə 1 gəlirəm 91. 91 isə 7-yə bölünür. 7-yə böləndə cavab eləyir 13. Ona görə də deyirəm kitab sayımı olmalıdır ən az 91 dənə. Aydındır? Vurduq ki? Necə? 2-yə niyə vurduq ki? Sırayla gedirəm də 1-ə vurdum, 2-yə vurdum, 3-ə vuranda alınır. Yox, niyə vurduq da? Əçobu bəs necə artırım? Hə. Əçobu artırmalıyam ki, görüm başqa neçəyə bölünür. Aydındır uşaqlar? Növbəti baxırsınız, bunları özümüz əhləyəcəm, faktorialları. Mən 83-ü əhləyəcəm, siz 84-ü taparsınız. Diqqətlə qulaq asın mənə. Şərtdə nə deyir? Deyir, B ədədi A ədədindən böyükdür. Məsələn, A 1-dir, B isə 2-dir. Deyir ki, bunların faktoriallarının əçobu ilə əbobunun cəmi 7-dir. Ümumiyyətlə, yadınızda saxlayın. Əgər B ədədi A ədədindən böyükdürsə, B-nin faktorialı A-nın faktorialına bölünmək məcburiyyətindədir. Ümumiyyətlə, bu faktorial nədir? Əgər bir ədədin yanına faktorial yazırsa, məsələn, 2 faktorial. Bu 1 vur 2 deməkdir. 3 faktorial nə deməkdir? 1 vur, 2 vur, 3 deməkdir. 4 faktorial 1-dən 4-ə qədərdir. 5 faktorial 1-dən 5-ə qədərdir. İndi məntiqən fikirləşəndə 2 faktorial 1 vur 2-dir. 3 faktorial 1 vur 2 vur 3-dür. Yəni bu ədəd bu ədədə bölünəcək. Çünki 1-2-lər ixtisar gedəcək. Ona görə deyirəm ki, hər sonrakı ədədin faktorialı əvvəlki ədədin faktorialına bölünür. Onda nə baş verir? Əçob olacaq B faktorial. Çünki demişdik ki, bir ədəd o birinə bölünürsə, bölünən əçobdur, bölünən əbobdur. Əbob isə olacaq A faktorial. B faktorialla A faktorialın cəmi 7 verib bizə. Bundan sonrasında yerinə rəqəm qoymalısınız. Məsələn, 1-2 qoysaz, 1 faktorial 1-dir, 2 faktorial 2-dir. 1 ilə 2-nin cəmi 3 eləyir. Bu düz gəlmir. Ona görə məsələn, bura 1, bura tutaq ki, 3 qoyuram. 1 faktorial 1-dir, 3 faktorial 1 vur 2 vur 3, yəni 6-dır. Ona görə 6 ilə 1-in cəmi 7 eləyir. Deməli, A 1-dir, B isə 3-dür. 1 ilə 3-ün cəmini istəyir bizdə, cavab olacaq 4. Aydındır? Bəli. İndi 84-ün cavabını deyin görüm. İki. Bəli, izah edə bilərik. İzah eləyin görüm. Əkoba yenə B faktorial deyirik. Əboba A deyirik. Hı. Biri 1 olur, 1-in faktorialı. Digəri isə 2-nin faktorialı olur. Onların da cəmi 3 edir, hasil isə 2. So. Deməli, dedik ki, B faktorial A faktoriala bölünür. Bu B faktorialdır, bu isə A faktorialdır. Cəmin bizdə 3 verib. Deməli, bəli, biri 1-dir, biri 2-dir. 1 faktorial 1-dir, 2 faktorialdır, elə 2-dir. Cəmdə 3 eləyir. Ona görə A 1-dir, B də 2-dir. Biri də 2-yə vuranda cavab eləyəcək 2. Tamamilə doğrudur. Növbəti baxırsınız 80-ci misala. Tam ixtisar deyəndə nə başa düşürsünüz? Yəni, bununla ilə bu necə ədədlər olmalıdır ki, mən deyim, tam ixtisar elədim, bitdi. Məsələn, 10-da 2 desəm, bu tam ixtisar sayılır. Yox. Təzədən neçə ixtisar eləməlisiniz ki, tam ixtisar olsun 10-da 2-ni? Neçə qalacaq? 5'te 1. 5-də 1-də 1 ilə 5 necə ədədlərdir? Karşılıklı sadə. Bəli. Deməli, qarşılıqlı sadə ədədlər olmalıdır ki, bu m ilə nə? Mən bunları deyə bilim ki, tam ixtisar eləmişəm. Tam ixtisar eləyəndən sonra m ilə nə oldu? Qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlərin əçobu onların hasili idi. Onları istənilən qüvvətə yüksəldəndə yenə qarşılıqlı sadə olur, yenə hasilini tapıram. İndi bu olacaq n vurulsun n üstü 5. Burada 7 üstü 10.
5 ilə onu ixtisar aparıram. N vurulsun N bərabərdir 7-nin kvadratı. Bu da 49. 49 ancaq 1 vurulsun 49-dur ya da 7 vur 7-dir. 7 ilə 7 qarşılıqlı sayda ola bilməz deyə N-yə 1 deyirəm, M-yə 49. Yəni kəsirim olur bu formada. Mənə də deyir ki, bunu tam ixtisar eləyəndə bu alınır. Ona görə bərabər götürürəm. K üstəgəl 2 bölünsün 100K plus 47. İndi çarpaz vuraq. 49K üstəgəl 98 bərabərdir 100K plus 47. 100K'dan 49K çıxıram 51K, 98-dən də 47 çıxıram 51. Deməli, K-da 1-dir. Ədədlərim 1, 49 və 1-dir. Bunları toplayanda cavab olacaq 51. Başa düşdünüz? Bilərsiniz. Burada M-nin dediyi qarşılıqlı sadədir. Qarşılıqlı sadələr də istənilən qüvvətə yüksəldəndə yenə qarşılıqlı sadə olur. Onların hasilini tapdım, bərabər elədim verilən cavaba. Oldu M-in üstü 5, bərabərdir 7 üstü 10. 10 ilə 5-i ixtisar elədim, 7-nin kvadratı, yəni 49. 49 da qarşılıqlı sadə olaraq 1 vur 49-dur, yazdım 49-da 1. Və verilən kəsri bərabər elədim 49-da 1-ə. Oradan K-nı da 1 tapdım. Burada da ədədlərim 1, 49, bir də 1-dir. Toplayanda eləyir 51. Başa düşdük? Növbəti baxırsınız. Nömrə 65-ə. Buna baxın, sonra güvənə baxacaq. Beləliklə, o topluda yerdə qalmış ki, suallarımız 113-ə qədər. Onların hamısının tiplərinə baxıb tutarmış oldu. Üç yüz on beş edir. Neçə? 315. Ola bilər. Köməkliyin yazıq. M ədədi nəyə bərabərdir? 3 üstü 5. 5 5 üstü 5. 5, 7 üstü 1. Bəs M ədədi? 3 üstü 7, 5 üstü 4, 7 üstü 2. Sağ ol. Əşob tapanda dedik böyükləri götürürük. Böyüklər hansılardır? 3 üstü neçə? 7, 5 üstü 5, 7 üstü 2. Bəs əbobda balacalar dediksə hansılardır? 3 üstü 5, 5 üstü 4, 7 üstü 1. Sağ ol. Bunlar gedəndə yerdə qalır 3-ün kvadratı. Bunlar gedəndə 5 üstü 1. Bunlar gedəndə 7 üstü 1. 9-u vurmalıyıq 35-ə. Bəli, cavab eləyəcək 315. Sual qalmadı mı? Baxar burada. İnsaflardan. Özüm vərəqdən izah eləmədim ki, vərəqdən üstə oxşarlarına dərsdə baxmışdıq. Dedim, fərqli bir yerdən deyim ki, rəqəmləri ən azından başqa olsun. Növbəti indi gedək güvənə baxmağa. Güvəndə görək nə tipli suallar evə vermiş. Yenə dərsdə nə sualınız olsa izah eləyəcəm. Sadəcə indi əlavədən baxıram. İndi bilmirəm, işləmişsiniz, işləməmişsiniz. Mən sadəcə deyəcəm, evdə yazmışsınızsa desəz lap yaxşı, yazmamışsınızsa da mən izah eləyərəm. Baxırsınız, zəhmət olmasa, nömrə 5-ə. 5-i evdə yazan varmı? Yazmışsınızsa da necə yazmışsınız? Amma vurmuşsuzsa, kvarta işlətmişsizsə demin, o yaxşı yol deyil. Burada 3581-dən bir dəfə 3577-ni çıxacaq, bir dəfə də toplayacaq. Yox.
Burada bəs bu nə günə qalıb? Elə kvadratlar fərqi kimi yazanmazsan axı. Ümumiyyətlə yadınızda saxlayın. Bu formada hasil görürsünüz. Burada əslində gizli bir dənə müxtəsər var. Prosta o müxtəsəri necə ortaya çıxardılar. Məsələn, mən baxan kimi rəqəmi görürəm. Əgər görmürsünüzsə, nə edirsiniz? Bu verilənləri toplayıb 2-yə bölürsünüz. Toplayıb 2-yə böləndə eləyir 3577. 3577-ni indi bu ədədlərlə necə göstərəcəm? 3573 almaq üçün 3577-dən gərək 4 çıxım. Razısınız? 3581 almaq üçün 3577-nin üstünə gərək 4 gəlim. Elə bir ki, bax, belə yazmaqla bu ədədləri aldım. Görün, aydındır. Bəli. Çıxılsın 3577-nin kvadratı. İndi A çıx B, A üstəgəl B. Bizə verir A kvadrat çıx B kvadratına. Yazdan belə 3577-nin kvadratı çıxılsın 4-ün kvadratı. Bir də çıxılsın 3577-nin kvadratı. Bu var idi. Bunlar ixtisar gedəcək. 4-ün kvadratı 16-dır. Cavab olacaq -16. Yəni B variantı. Baxın, görün, aydındır. Bəli. İndi başqa bir sual verirəm. Yazmışsınızsa deyin, yazmamışsınızsa mən izah edeyim. 9. Mən yazamamışam. Yazamamısan. Bəs yaza bilən var? Bax, dediyini alt-alta yazıram ki, daha qəşəng görək. Sual verirəm. Burada B ilə A-nın cəmini necə görürsünüz? 3. Deməli, A üstəgəl B 3-dür. Bəs bir sual verib. Bax, burada da A ilə B-nin cəmidir. Fərqi var ya B üstəgəl A, ya A üstəgəl B. Toplamların yerini dəyişəndə cəm dəyişir. Xeyr. Onda deyə bilərəm A üstəgəl B ilə bərabərdir C-yə. Burada birinci rəqəmin C-dir axı. Burada da 3 aldığım üçün onu elə C-də nəyə bərabər olmuş olur? 3-ə. Görün, razısınız? Bəli. İndi məndən istədiyi ifadə buydu. A üstəgəl B üstəgəl 2-dir. A üstəgəl B-nin yerinə 3 qoyuram. C-nin də yerinə 3 qoyuram. 3 üstəgəl 2 vurur 3 6. Cavab eləyəcək 9. Aydındır? Kim yaza bilməmişsə qeyd eləsin. Ya da nəsə bir sual qalsa deyin, izah edin. Bu misalla bağlı. Yoxsa davam edeyim. Yaxşı. Baxırsınız nömrə 10-a. Yazan var mı evdə? Mən yazmışdım. Deyəcəksin. E variantı almışdım. E variant. Bəs necə almışsan? Ortaq məxrəci gətirib toplayırıq. Aha, 1 üstə gəlsin 2-də 1, üstə gəlsin 50-də 3. Ortaq məxrəcim neçədir? 50. Aha. 50-yə götürəndə bunu 50-yə vurmalıyam, bunu 25-ə vurmalıyam, bunu da 1-ə. Digəri olduğu üçün. Aha. 50 ilə 25 elədi 75, 75-in də üstünə 3 gələndə aldım 78. İndi məsələ nədir? Mən bunu onluq kəsir kimi yazmaq üçün gərək məxrəc 100 olsun. 10, 100 min belə olsun. Onda 2-yə vursam, 78-i 2-yə vuranda 156 bölünsün 100. Razısınız? Bəli. O da olacaq 1,56. İndi bu kəsir formasında baxsaq, A-nın yerində 1 durub, B-nin yerində 5 durub, C-nin də yerində 6 durub. Sizdən də bunların cəmini istəyir, cavab olacaq 12. Aydındır? Tezini izah edə bilərsiniz. Və bu hissənin gətirdiyi ortaq məxrəcə normal kəsirlərin toplanması qaydası ilə. Oldu 50-də 78, bu da %156 deməkdir. O da 1,56. Sonra da ABC-ni baxırıq ki, yerində nə durub? 1, 5, 6. Sonra baxırsınız. Nömrə 70-ə. 70-dən də 20-yə.
7-ni gördüm, 74. Daha bir şansım. Buyurun. Tapan var evdə bunu, yoxsa özüm izah edeyim? Hə, uşaqlar. Ben burada A'ya ve B'ye ədəd qoyub yoxlayırdım. Ay, sağ ol. Və məsələn, deyirsə bu ifadə cüt ədəddir. Mən B-nin yerinə tutaq ki 1 qoyuram. 1 qoyanda 8-in kubu okey, cütdür. Amma 2 qoyanda 11 eləyir. 11-in kubu cüt deyil axı. Deməli B 1 olmaq məcburiyyətindədir. Onda B-nin qiyməti 1-dir. Ben B'ye Mən 1, B-yə A'ya 2 görmüştüm. Aha, B-yə 1 qoydum. Bu indi tək olmalıdır. Məsələn, sən A-ya 1 qoysan, 7 ilə 1-in cəmi 8 cüt olacaq. Amma sənə deyir tək olsun. Onca A-ya 2 verirəm. 7-ni 2-yə vuranda 14, 14-ün üstünə 1 cəmdə 15, bəli, təkdir. Ona görə A-nın da qiyməti olur 2. Sonra variantlarda B-nin yerinə 1, A-nın yerinə 2 qoyub yoxlayırıq ki, hansı cüt ədəd alınır. E variant. Məsələn, hansı variant? E variant. Bəli. 2 vurulsun 1, üstə gəlsin 2. Cavab eləyir 4, həqiqətən də cüt aldım. Cavab olur Y variantı. Aydındır? Bir yerinə qoyub yoxlamaqdır. Bəs yaxşı 22-də Ben 23'te D variantı yazmıştım. deyir ki, hansı təkdir? Əgər M-in hasili təkdirsə, onda tək versiya odur ki, M da ayrılıqda tək ədəd olsun, N da ayrılıqda tək ədəd olsun. Yerinə rəqəm qoyub yoxlaya bilərsiniz. Məsələn, N-ya 1 verirəm, M-ya da 3 verirəm. Yoxlayanda axı bu tək alınmır. D variantı. 5 Məsələn, bu da alınmıyor. 1, 3, 1. Hə, 5 alınır. Mən niyə 14 kimi fikirləşdim? Düzdür, onda deyil. Məsələn, burada M-nin kvadratı təkin kvadratı təkdir. Üstünə bir cəmdə olacaq cüt. Deməli, səhvdir. Burada məsələn, M-in təkdirsə, N-ya tutaq ki, 1 verdim. Buna da tutaq 3 verdim. Bu eləyir 2, bu da 3. Vuranda 6 eləyir, cüt olur. Deməli, deyil. Bir yerinə rəqəm qoyub yoxlamalısınız. Məsələn, N-ya 1 verirsiniz, M-ya 3 və ya əksinə. Aydındır? Sonra baxırsınız. Məsələn, baxın. Nömrə 45-ə. Evdə yazan varsa desin. Burada cavab 0 eləyir. 0 niyə? 5-ə bölünmə əlaməti necədir? Son 0-ı 5-ə tutan ədədlər 5-ə bölünür. Hə, indi burada qalıq neçədir? 3, Bəs burada 1, 6-nı 5-ə bölürük 1. Bəs burada 4, 4. Nə edirsiniz? Burada ortada vurmadır. 3-ü vuracam 1-ə. Burada toplamadır. Üstünə 4 gələcəm. Alacam 7. Sonra 7-nin 5-ə bölünməsindən alınan qalığı tapıram. 1 qalıqda 2. Görün, başa düşdünüz? Baxın, görün, başa düşdünüz uşaqlar. bəli, Dəqiq.
Başa düşdünüzsə əgər, onda buna uyğun mənə zəhmət olmasa 39-u deyin görüm cavab nədir? D variantı. D yazmışdım. D yazmısınız, bəli. Bax, burada bölünməsindən alınan qalıq 3-dür. Burada 7-ni 5-ə böləndə qalıq 2-dir. Hasili deyirsə 3-ü 2-yə vurursunuz 6. 6-nı da 5-ə böləndə 1 tam düşür, qalıq da 1 alınır. Aydındır? Növbəti baxırsınız. Maraqlı bir dənə sual. Məsələn, baxın 64-ə. Evdə yazan varsa deyə bilər. Ben Z yazmıştım. C yazmışdım. 4. Başqa yazan var, yoxsa baxaq? Dokkuza bölünmə əlaməti nədir? Rəqəmlərin üzərini 9-a bölünən ədəd olar. 3 A B. Deməli, A üstə gəl B elə ədəd olmalı ki, bu 9-a tam bölünsün. Məsələn, çox 6 olmalı. Düzdürmü? Sonra bura baxıram. Bunun rəqəmləri cəmi A üstə gəl B, üstə gəl 2, üstə gəl 5-dir. Bunu da dediksə 6-dır. Onda buranı toplayanda eləyir 13. 13-ün 9-a bölünməsindən alınan qalıq 1 düşür, qalıq da 4 alınır. Doğrudur. Afərin. Sonra növbəti baxırsınız 68-ə. Mən Z yazmışdım. Necə yazmışam? Mən Y ya 5 ya 9 ola bilərdi. Aha. Əgər 5-ə bölünüşdə qalıb, onda Y-i 9 götürürük. 9 niyə? Düz götürmüsən, ha, səbəbin də nə? 5'e bölünüşdə çünki qalıb 4 qalır. Bəs niyə iminoid 4-ü yox, 9-u götürdün? Çünki bax, deyir 4-ə bölükdə qalıb da 3 59'u 4'e alırsan. böləndə 56 Aa, bölünür sağ. qalır. Aa, sağ ol, onu istəyirəm. Y 9-dur, bəs X-i neçə aldıq? 3 aldıq. İndi bax, yoldaşımız dediyim kimi, D-şə böldükdə qalıqda 4 alınırsa, deməli sonu ya 4 ilə bitir, ya da 9 ilə bitir. Çünki 0 ilə 5 ilə bitəndə 5-ə bölünür, qalıqda da 4 qalında üzərində 4 gəlir. Orada da 9, 4 qoysaq, 54-ü siz 4-ə bölsəz, qalıq 2 qalır. Çünki 52 bölünür. Bir də 56 4-ə bölünür. 59 olsa qalıqda 3 qalacaq. Deməli, Y2 9-dur. Y2 yerinə 9 qoyuruq. 9-a bölməsinin üstündə rəqəmlər cəminə baxmalıyam. Eləyir 15 üstəcəl X. Daha sonra 18 9-a bölünür. Deməli, X 3-dür. Cəmini istəyir. 9 ilə 3-ün də cəmini neçə eləyəcək? 12. Aydındır? Müəllimə, bir də izah eləyə bilərsiniz. Tam çatmır. Bax. Şərtdə deyir ki, 5-ə böldükdə qalıqda 4 qalır. 5-ə böləndə 0-dan 5 ilə bitir. Qalıqda 4 qalırsa, 0-ın üstünə 4 gələndə 4, 5-in üstünə 4 gələndə 9. Y ya 4-dür, ya da 9-dur. Bir də əvvəldə vermişdi ki, 4-ə böldükdə qalıqda 3 qalır. 4-ə bölünmə əlamətinə əsasən də son 2 rəqəm 4-ə bölünməlidir. Məsələn, 54 olsa, 54-ü 4-ə bölsəz qalıq 2-dir. Amma 59 olsa, 59-u 4-ə böləndə qalıq 3-dür. Deməli, Y 9-dur. Sonra 9-a tam bölünməsi üçün rəqəmlər cəminə baxıram. Olur 15 üstəcəl X. O da 18 olsa 9-a tam bölünər. Yəni X də 3-dür. Aydındır? Bəli. Sonra nömrə 86-nı tapın görüm.
Birdir müəllimə. Ben de bir Necə an. gedirsən? Ədədi qalığa bərabər eləyirik. Ay, sağ ol. Bizdə qalıq verib, qalıq istəyirdisə ədədi. Yəni A-nı 3-ə bərabər götürürəm. A-nı yenə 3 qoysam, 3 vur 3 üstəgəl 2. Alacam 11. 11-i də 5-ə böləndə 2 dəfə düşür, qalıq da alınır 1. Yəni Y variantı. Aydındır? İndi deyin görüm 90-a qədər əvvəldən 1-dən 90-a qədər. Hansı sualdır? Evdə fikirləşmişsiniz, demişsən, ay aman Allah, yazamıram. 6. 6. Yəni 4. 6-ya baxaq, sonra 4-ə keçək. Deyir ədədinin 9-a bölünməsindən alınan qalığı tapın. Nə edirsiniz? Bunu hesablamağa ehtiyac yoxdur. 9-a bölünmə əlamətinə görə baxırsınız. Yəni rəqəmlərin cəmini tapıram. Burada rəqəmlər cəmi 19-dur. 19-u 9-a bölsəz, burada qalıq 1-dir. Onu götürdüm 1. Sonra bura baxıram. Rəqəmlər cəmi 15, 7, 22-dir. 22-ni 9-a böləndə burada qalıq 4-dür. Sonra bunun rəqəmləri cəmini tapıram. Yenə 22 eləyir. Burada da yenə qalıq 4-dür. Burada da toplamadır. Burada da vurmadır. 1 vurulsun 4 plus 4. O deyilir 8. 8 də 9-a böləndə elə qalıq 8. Çünki içərisində yoxdur 9. Aydındır? Bölünmə əlamətindən isə onunla baxmalısınız hamısına. 4-də. Deyir azalan ilə fərqin cəmi 488-dir. Çıxılan 164 olarsa fərqi tapın. Bax. Azalan, çıxılan, bir də fərq. Düzdürmü? Çıxılan bizdə 164-dür. Bu 164-dür. Onda mən yerini dəyişsəm, azalandan fərqi çıxanda bizə verir çıxılanı. Onda azalan çıxılsın fərq bərabərdir 164-də. Cəmini də şərtdə verib 468. Azalan üstəgəl fərq bərabərdir 488-ə. Toplayanda fərqlər gedir. 2 azalan bərabərdir. Yəni 164 ilə 488-i toplayaq. Eləyir 652. Sonra 652-ni 2-yə bölürəm. Eləyir 326. İndi azalan 326-dırsa, fərqi tapanda 356-dan 64-ü çıxacam. 164-ü. O deyəcək 160. Yolu budur. O da olur sizdə B variantı. Buyurun. Şimdi sual etsə qeyd eləsin. Yəni sonra neçəyə baxım? 7. 10 neçə? Neçə? 7. 7. 7-də buranı atmalısınız. 10A üstəgəl B. Bərabərdir 3A üstəgəl 2B. 10A'dan 3A'nı çıxanda qalır 7A. 2B'dən də B'ni çıxanda B. Yəni 1B. Onda A 1-dir, B'də 7-dir. Cəmini istəyir, cavab olacaq 8. Sonra 13. 13'e qədər var. 13'də tema nədir? Deyir, cəmi 4 11. rəqəmlə olsun və ən az neçə olsun? Bax, burada görürsünüz ki, hamısı eynidir. YX, YX, XY. Cəmlər eynidir. Yəni siz ikisinin cəminə bir ədəd deməlisiniz, hamısından da eyni getməlisiniz. Məsələn, sən bu X ilə Y-in cəmini 9 götürsən, məsələn. 9, 9, 9. Eləyəcək 3 rəqəmlədir. Deməli, sən minimum 2 rəqəmlədir verməlisən bu cəmi. Məsələn, verirəm 10. Onda 10 versəm 0 yazıdan 1 yazda.
Y-dən x-in cəmi yenə 10-dur. 1 yaddaydı, olacaq 11. 1 yazıram, 1 yadda. Yenə bunların cəmi 10 idi. 1 də yaddaydı, olacaq 11. Yəni ən kiçik halda ola bilər bu. Yəni Y variantı. Minimum 2 rəqəmli ədəd qoymalısınız. Ən balaca 2 rəqəmli ədəd də 10-dur. X, Y cəmlərinə üçündə də 10 qoyursunuz. Ən böyük 3 rəqəmli desəydi, məsələn 9 qoyardıq. 999 olardı. Sonra 11. Baxardım. 14-ə qədər kimsə elə bir nəsə dedi, eşitmədim. Mən 11-ci sual. 11. Şərtdə deyir ki, ABC ədədi 2 rəqəmli AB ədədinin 375 vahid böyüdür. Deməli, bunların fərqi 375 verməlidir. ABC ədədindən çıxıram AB-ni. Onda bu eləməlidir 375. Deməli belə, deyir A üstəcə, bunu məncə deyəsən açmaq zorunda qalacaq. Elə görsənir gözümə. Yazan var, belə yazmısınız, yoxsa açmısınız? Hı? Çocuklar, Mən açmışam. Ama açmısınız? orada A3 deyilmə hesablamaq olmur ki elə. Hesablamaq olur, prosta ki, bəlkə A4-dür, bir vahid bu yana veriblər, 3 qalıb. Orası var axı. Konkret 3 demək biraz günahkar çıxarıq. Bildin nə demək istəyirəm? Bəli. Məsələn, bəlkə 400 neçədən neçənsə çıxıb 375 qalıb. Ona görə biraz demək təhlükəlidir. Gəlin açaq baxaq, olmasa belə versiyalar deyərik. Bunun açılışı 100A, üstə gəlsin 10B, üstə gəlsin C-dir. Bunun açılışı 10A, üstə gəl B-dir, prosta çıxanda çıx B olur. Bərabərdir 375. 100A-dan 10A-nı çıxıram 90-a, üstə gəlsin 9B, üzərinə gəlsin C. Yox, açmaqla alınmır. Açmaqla alınmır. Gərək burada onda rəqəm qoyum. Rəqəm qoysam A-ya məsələn 3 qoysam, bu eləyəcək 270. Sonra B-yə neçə qoya bilərəm? B-yə də məsələn 4 qoysam, 36 eləyər, o aşmaz. Yəni 4 ilə qoyaq. 90-ı 4-ə vuranda neçə eləyir? 360. A-ya 4 versəm, bu olar 360. B-yə 1 versəm, bu olar 9. 369, D-yə də qalar 6. Burada versək, yoxlasaq alınmayacaq amma. Bu C-yə 6 versəm, altdan neçənsə çıxanda 9-u 1-i çıxanda. Yox, ödənir. B-yə 1 verdim. A-ya 4 verdim. C-yə də 6 verdim. Elə bir deyirəm 6-dan 1-i çıxanda 5 eləyir. B-yə axı 1 vermişdik. B-yə 1 versən, sən 1-dən nəysə çıxamayacaqsan. Ona görə elə bir bundan bir vahid buna vermiş sayılırsan. 11-dən neçə çıxsam 7 eləyər 4. Deməli A 4-dür. Burada da A 4 idi. Bir vahid verdim deyə bura 3 qalıb. Yəni A 4-dür, B 1-dir, C də 6-dır. Seçmə misalıdır. Ödevləri özünüz qoydunuz, misaldan tapdınız. Buraya qədər misaldan gəldik, ondan sonrasında rəqəm qoyduq. Biz aşağıdan 4 alırdıq. A-nın yerinə 4 qoydum da. Məsələn, A-nın yerinə 3 qoyanda 270 eləyir. 270-ə mən bu 9B ilə C ilə gəlib çıxanmıram axı 375-ə. 270 alsam, 270-in üzərinə 105 gələndə 375 eləyir. Mən lap B-yə 10 verdim, 10 da verə bilmirəm. Maksimum 9 verə bilirəm, 81. Bu birisine 9 verdim, 90 eləyir. Tamamlanmayacaq axı. A-ya 4 vermək məcburiyyətindəsiz. Yəni 3 vermək mümkünatı yoxdur. 3 verəndə çox balaca gedir. 375 eləmək üçün minimum 4 verməlisiniz. Sonra neçə deyirsiniz? 24-ə qədər. 14. 14. Deyir, hansı doğrudur? Yerinə rəqəm qoymalısınız. Məsələn, təki cütə vuranda, biri tək, biri cüt. Vuranda cüt eləməli, deməli D variantı səhvdir. Təki təkə vuranda tək eləyir, cüt verib, deməli bu da səhvdir. Təklə təki toplayanda cüt verir, deməli bu da səhvdir. Təklə cütün fərqi və ya cəmi. Məsələn, tək ədəd götürürəm 5, cüt ədəd götürürəm 2. Fərq eləyir 3. Cəmi də eləyir 7.
Yəni fərqi və yaxud da cəmi biz deyirik tək. Ona görə cavab C variantıdır. Tək yol yerinə rəqəm qoymaqdır. Ümumiyyətlə bu tiplərin hamısında tək dedisə yerinə tək ədəd qoyursunuz, cüt dedisə yerinə cüt ədəd qoyub o formada yoxlamalısınız. Yəni başqa yol yoxdur. Bunların hamısı elə gedir. Sonra 23. 23. 23-də də yenə yerinə rəqəm qoyursunuz. Keyfiniz neçə istəyir qoya bilərsiniz. Heç bir fərqi yoxdur. Məsələn 2 qoyuram. 2 qoyanda 2 kiçik bərabərdir. X kiçik bərabərdir 11. Buradakı tək ədədlər 3-dür, 5-dir, 7-dir, 9-dur, 11-dir. Deyir neçə dənədir? Deyirəm 5 dənə. D variantı. Neçə qoyursunuzsa qoyun, cavab belə alınacaq. Sonra məsələn burada da bir-bir saymalısınız. Burada x yazıb, burada n yazıb, x olmalıdır. Şərtdə səhv düşür. Sual deyin görün uşaqlar. Sabah bir gün yenə baxacağım suallarda. Prosto wow maraqlı olan varmı yazmışsınız alınmır. Neçə? Bax 40 neçə 60 neçə deyirdiniz? 69. 69. O günlərim sizə izah eləyəndə dedim ki, həmişə bölünmə əlamətini quranda 2 dənə qarşılı sadə ədəd götürün. Variantlardan hansında 108 qarşılı sadə ədədlərin böləni kimi göstərilib? Məsələn, 2 ilə 54, 3 ilə 36 hansı qarşılı sadədir? C variantı. Bəli, ona görə cavab olur C variantı. Həmişə ədədləri götürəndə 2 dənə qarşılı sadə ədəd götürün. Sonra 67 bir də. 67. 10-a böldükdə qalıqda 3 alınırsa, deməli y 3-dür. Sonra rəqəmlər cəminə baxıram. Çünki deyir 3-ə qalıqsız bölünür. Olacaq 16 üstəgəl x. 16-dan sonra da 3-ə bölünən ədəd 2-dir. 2-dir. Sonra üzərinə 3 əlavə eləsəm 5-dir. Sonra üzərinə 3 əlavə eləsəm 8-dir. 2, 5, 8-i toplayacaqsınız, cavab olacaq 15. Yəni C variantı. Başqa sual var uşaqlar? Uşaqlar 70. 70. Deyir aşağıdakılardan hansı n-in bütün natural qiymətlərində 3-ə bölünən ardıcıl tək ədədlərdir? Yenə yerinə rəqəm qoymaqdır. Məsələn, n-in yerinə bir dəfə 1 qoyursunuz, bir dəfə 2 qoyursunuz, yoxlayırsınız ki, 3-ə bölünən ardıcıl tək ədədlər aldım, almadım. Məsələn, n-in yerinə burada 1 qoysam, 3, 6, pozuldu. A deyil. Burada n-in yerinə 1 qoyuram, 3, 9, 15. Bir dənə də yoxlayaq, 2 qoyaq. 2 qoyanda 6, pozuldu. B də getdi. İndi 1 qoyuram, 1 qoyanda 3, 9, 15. Ödəndi, 2 qoyanda bu pozur, getdi. N-in yerinə 1 qoyuram, 3, bu 6 elədi, getdi. N-in yerinə 1 qoyuram, 3, 1 qoyanda 9, 1 qoyanda 15. 2 qoyuram, 12-dən 3 çıxanda 9, 13-ün üstünə 3 gələndə 15, 12-ün üstünə 9 gələndə 21. Cavab 7. Ancaq yerinə rəqəm qoymaq. Başqa uşaqlar? 90. 90. Dəqiqə. Deyir ki, 200-dən böyük olmayan 3-ə bölünən bütün 3 rəqəmli natural ədədlərin sayını tapın. Birinci ən balacasını tapmalıyam. 3 rəqəmli 102-dir. Ən böyük neçə olacaq? 200-dən balaca olsun amma. 3-ə bölünsün. 190 neçə? 8. 198. 198. Sayını necə tapırsınız? 198-dən çıxırsınız 102-ni. 3-ə bölünən deyir. 3-ə bölürsünüz, üstünə 1 gəlirsiniz. Eləcək 96 bölünsün. 3 üstəgəl 1, cavab alacam 33. Məsələn, burada da elə yazırsınız. 89-da.
118-dən əvvəli tapırsınız. 38-dən sonranı tapırsınız. Sonuncudan birincini çıxıb 3-ə bölüb üstünə 1 gəlirsiniz. Başqa qaldı mı uşaqlar? 57. Var. Neçə? Neçə? 59. 59. Deyir, AB, AB 4 rəqəmli ədədinin AB 2 rəqəmli ədədindən bölünməsindən alınan qisməti tapın, ancaq yerinə rəqəm qoymaq. Məsələn, A-ya bir rəqəm qoyursunuz, B-yə də bir rəqəm qoyursunuz, o formada bölüb tapa bilərsiniz. Məsələn, tutaq ki, A-ya verirəm 1, B-yə də verirəm 2. Bunu böləcəksiniz 12-yə. 12-nin içində 12 bir dəfə yerləşir. Buradan 12 çıxacaq. Sonra biri salıram aşağı, birinin içində 12 yerləşmirsə 0 atırdınız. Bu da yenə 12. 12-ni də 12-yə böləndə 1. Cavab eləyəcək 101. Ən gözəl yol bunlarda rəqəm qoymaqdır. Başqa varmı uşaqlar? Altmış bir. 61. Deyir, 3-ə böldükdə qalıqda 2 alınır. X-in ala biləcəyi qiymətlərin cəmini tapın. Nə edirəm? Rəqəmlər cəmini tapar. 2 dənə X-im var idi. 4, 5, 9. 9-un üstünə 4 çalanda 13. Aha. İndi qalıqda deyir bizdə 2 alınır. Məsələn, mən X-in yerinə 1 qoysam, X-in yerinə 1 qoyanda eləyir 15. 15-i 3-ə böləndə qalıq qalmır. Onda 1 deyil. X-in yerinə 2 qoyuram. 2 qoyanda 2-ni 2-yə vururam 4. 4 ilə 13-ün cəmi 17. 17-ni həqiqətən 3-ə böləndə qalıqda 2 eləyir. Növbətləri tapanda nə edirsiniz? Üzərinə 3 əlavə eləyə gedirsiniz. 8, üzr istəyirəm, 5, 8. Olacaq 15. Başqa. Var mı? Onda yaxşı uşaqlar, qalanına dərsdə baxarıq. Səbalarım bir də bir gün. Çıxa bilərsiniz uşaqlar. Sağ olun. Sağ ol. Sağ olun müəllim.